Bir xəbər media platformasında Şəki rayon mərkəzi xəstəxanasının kadrlar şöbəsinin müdiri Tural Səfərov haqqında yayımladığımız araşdırma süjetlərindən sonra redaksiyamıza vətəndaş müraciətlərinin ardı-arası kəsilmir. İxtisasca gah tarix, gah da informatika müəllimi olduğu deyilən bu şəxsin qaranlıq əməlləri ilə bağlı Şəkidən gələn yeni şikayətlər tükürpədici faktları ortaya çıxarıb. İddialara görə xəstəxanada ifşa olunan korrupsiya əməllərindən və mənimsənilən 10 minlərlə manatlıq kəsirdən sonra kadrlar şöbəsi yaranan maliyyə boşluğunu sadə tibb işçilərinin boğazından kəsərək doldurmağa başlayıb. Redaksiyamıza daxil olan məlumatlara görə Tural Səfərov kənd tibb və həkim məntəqələrinin müdirlərini təcili şəkildə çağırtdıraraq onlardan məcburi qaydada vəzifədən çıxma barədə ərizələr alıb. Məsələnin rəzalət tərəfi isə budur ki, rayondakı əksər kəndlərdə onsuz da rəsmi məntəqə müdiri yox idi. Bu funksiyanı illərdir fədakar tibb bacıları yerinə yetirirdi və qanuna uyğun olaraq müdir maaşının 40%-ni miqdarında əlavə əmək haqqı alırdılar. İndi isə həmin qəpik quruş əlavələr tamamilə ləğv edilib. Tibb bacılarına isə rəsmən hədə-qorxu gəlinir. Bu işi ya pulsuz, parasız, ödənişsiz edəcəksiniz, ya da nəticəsi pis olacaq. Amma Şəki səhiyyəsindəki özbaşınalıq bununla da bitmir. Vətəndaşlar bildirir ki, hazırda xəstəxana rəhbərliyi işçilərin üzərinə total hüquqi mənəvi hücuma keçib. İdarəçilər törətdikləri əməlləri örtbasır etmək üçün tibb bacılarını və digər əməkdaşları sosial şəbəkələrdə məcburi tərif kampaniyasına cəlb ediblər. İşçilərə qəti tapşırıq verilib. Bizim haqqımızda tənqidi məlumat yayın saytlara daxil olacaq, rəhbərliyi tərifləyən rəyləri yazacaq və bunun ekran görüntüsünü, yəni screenshotunu sübut kimi bizə göndərəcəksiniz. El dili ilə desək, Şəki xəstəxanasında hazırda alan alana, yeyən yeyənə, çapan çapanadır. Özlərinin qanunsuz əməllərinin bədəlini alt təbəqədəki işçilərə ödətməyə çalışan, onları qul kimi ödənişsiz işləməyə məcbur edən və təzyiqlə özünü təriflədən bu idarəetmə hansı qanuna sığır? Bir xəbər media olaraq mövzunu diqqətlə saxlayırıq. Təbib və hüquq mühafizə orqanlarının Şəki rayon mərkəzi xəstəxanasındakı bu dözülməz vəziyyətə işçilərin hüquqlarının tapdanılmasını və yeni korrupsiya iddialarının verəcəyi rəsmi reaksiyanı gözləyirik. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.